Ardıcılığa baxaq. 10, 9, 8, 1 vahid azalaraq gedir, düzdür? 8-dən 1 vahid azalanda 1 vahid geri getsək nə gələr? 7. 7-dən 1 vahid azaltsaq 6, 5, 4, 3, 2, 1. Deməli, sual işarəsinin yerinə 7 olmalıydı. C variantı doğru cavabdır. Birinci sırada 1, 2, 3 nar görürük. Qarşısında da 3 yazılıb. İkinci sırada 1, 2, 2 alma görürük. Qarşısında da 2 yazılıb. Üçüncü sırada 1, 2, 3, 4, 5. 5 armud görürük. Deməli, qarşısında neçə yazılmalıdır? Əlbəttə ki, 5. C variantı doğru cavabdır. Sıraya baxaq. 1-dən 3-ə gəlmək üçün 2 vahid artırmışıq. 7-dən də 9-a gəlmək üçün 2 vahid artırmışıq. Deməli, bizim sıramız 2 vahid artır və tək ədədlər sırasıyla gedir, düzdür? 1, 3, 2 vahid artırsaq neçə olacaq? 5. 5-i də 2 vahid artırsaq 7. Deməli, düzgün tapmışıq. Sual işarəsinin yerinə uyğun gələn ədədi. Cavabımız oldu B variantında. Bizə bir ədəd oxu çəkilib, düzdürmü dostlar? 1, 2, 3, növbəti rəqəm olacaq 4, 5, 6, 7. Cavabımız oldu B variantında. Ardıcılığa baxaq. A, B, C, D. Daha sonra təkrar başlayır. A, B, C, D. Deməli, A, B, C, D ardıcılığı təkrarlanır. Növbəti olacaq A, B, hansı əksikdir? C, D. Sual işarəsinin yerinə yazılmalıydı C hərfi. C variantı doğru cavabdır. Birinci şəkildə 1, 2, 3, 4, 5, 6. 6 çiçək var. İkincidə 1, 2, 3, 4, 5. 5 çiçək var. Üçüncüdə 1, 2, 3, 4. 4 çiçək var. 6, 5, 4. Azalan sırayla getdi. Deməli, sual işarəsinin yerində də 4-dən 1 vahid az 3 çiçək olmalıdır. Baxaq. A variantında 1, 2, 3, 4, 5. 5 çiçək var. B'də 1, 2, 2 çiçək var. C'də 1, 2, 3, 3 çiçək var. Biz neçə axtarırdıq? 3. Deməli, cavabımız olacaq C variantında. 9, 8, 7, 6. Nə görürük? Azalan ardıcıllıqla düzülüb rəqəmlər. Altdan əvvəl nə gəlir? 5, 4, 3, 2. Sual işarəsinin yerinə 5 yazılmalıymış. A variantı doğru cavabdır. Burun sözün qarşısına 1 yazılıb. Əllərdəki barmaqlar sözün qarşısına 10 yazılıb. Burada hansı məntiqi əlaqəni görürsünüz dostlar? İnsanın bir burnu var, ona görə də qarşısına 1 yazıb. İnsanın əllərində cəmi 10 barmaq var, ona görə də qarşısında 10 yazıb. İndi qulaq yazılıb. İnsanın neçə qulağı olur? 2. Deməli, qarşısında da 2 yazılmalıdır. C variantı doğru cavabdır. Ardıcılığa baxanda nə görürük dostlar? Əvvəlcə bir xətt var idi, daha sonra ona biri də əlavə olunub. Sonra bu 2 xəttdə üçüncüsü də əlavə olunub. İndi sual işarəsinin yerinə gələn fiquru tapmaq üçün bu 3 xəttdə biz birini də əlavə eləməliyik, düzdür? Yəni 4-cü xətti də əlavə eləməliyik. Onda nə olacaq? C variantındakı fiquru əldə etmiş olacaq. Cavabımız oldu C variantında. Birinci şəkildə kələm görürük. Kələm sözü K hərfi ilə başlayır, qarşısında K yazılıb. İkincidə qarpız görürük, düzdür? Qarpız sözü Q hərfi ilə başlayır, qarşısında Q yazılıb. Üçüncü şəkildə üzüm görürük. Üzüm sözü Ü hərfi ilə başlayırsa, qarşısında nə yazılmalıdır? Ü yazılmalıdır. B variantı doğru cavab oldu.